Hər vaxtınız xeyir olsun. Bugün sizinlə perfect tense forms, yəni bitmiş zaman formalarını öyrənəcəyik. İlk əvvəl present perfect ilə başlayaq. Yəni present perfect indiki bitmiş zaman forması ilə başlayaq. İndiki bitmiş zaman forması cümlədə iki halda işlənir. Birincisi, keçmişdə baş verib, lakin nəticəsi göz qabağında olan hərəkətləri göstərmək üçün istifadə edilir. Məsələn, Helen has written essays. Helen esselər yazmışdır. Deməli, burada Helenin esselər yazmağı artıq hərəkət keçmişdə baş veribdir, lakin nəticəsi göz qarşısındadır. İkincisi, bitməmiş zamanda bitən hərəkətlər. Bu nə deməkdir? Zaman bitməyibdir, hələ də davam edir o verilən zaman, lakin yerinə yetirilən hərəkət artıq bitibdir, tamamlanıbdır. Məsələn, I have bought a car today. Mən bugün maşın almışam. Bugün hələ gün bitməyibdir, gün davam edir, lakin mənim maşını almağım bitibdir. Bu hərəkəti artıq yerinə yetirmişəm. Bu zaman formasını düzəltmək üçün düsturumuz have, has üstəgəlsin participle to'dur. Have və has şəxsə görə dəyişir. I, you, we, they iki adam adı və cəmdə olan isimlərlə have, yerdə qalan bütün şəxslərlə, yəni he, she, it bir adam adı və təkdə olan isimlərlə isə hasdən istifadə edilir. Üzərinə isə participle to gəlirik. Participle to əsas feilin keçmiş zaman feili sifət formasıdır və bunu düzəltmək üçün feillər iki qrupa bölünür. Qaydalı, qaydasız. Qaydalıların sonuna ed artırırıq. Qaydasızları isə kökündən dəyişib üçüncü sütuna uyğun olaraq yazmaq lazımdır. Bu zaman formasının sualını düzəltmək üçün have ilə has-i əvvələ keçiririk. İnkarını düzəltmək üçün isə has-dən və have-dən sonra not inkar hissəciyi artırırıq. Zaman zərflikləri hansılardır? Qeyd edim ki, zaman zərflikləri hər bir zamanın özünə məxsus zaman zərflikləri vardır və bu zaman zərfliklərini öyrənmək çox vacibdir. Çünki testləri yazarkən bu zaman zərfliklərini bilsək, düzgün zaman formalarını seçə bilərik. Bu zaman zərflikləri hansılardır? Already, never, ever, before, this week, this year, this month, for age və s. Bu zaman zərfliklərindən 4 dənəsi already, just, never və ever cümlənin ortasında istifadə olunur. Cümlənin ortası dedikdə əsas feil ilə has və ya have-in arasında işlənir. Məsələn, he has already bought a car. Burada already işlətmişik. Already-dən əvvəl has, already-dən sonra isə bought, yəni əsas feil istifadə edilibdir. Yet isə sual və inkar cümlələrinin sonunda işlənəcəkdir. Deməli, yet, sual və inkar dedim, yəni təsdiq cümlənin sonunda yet yazmırıq. Yeti yalnızca sual və inkar cümlələrinin sonunda işlətmək lazımdır. Yerdə qalan bütün zaman zərfliklərini də həmçinin cümlənin sonunda yazmaq lazımdır. Deməli, yalnızca already, just, never, ever yazırıq cümlənin ortasına. Yerdə qalan hamısını yazırıq cümlənin sonuna. Sadəcə olaraq yetin işlənməyində diqqət edirik ki, cümlə ya sual olsun, ya da ki, inkar cümləsi olsun. Biz bilirik ki, yer bildirən, məkan bildirən sözlərin qarşısında in istifadə edirik. Lakin bu zamanda, yəni indiki bitmiş zaman formasında yer məkan bildirən sözlərin qarşısında to-dan istifadə etmək lazımdır. Məsələn, he is in New York. Burada is işlənibdir, yəni indiki zamandır, in-lə istifadə edilibdir. Eləcə də he was in New York, yenə was işlənibdir, in-lə istifadə edilibdir. Lakin he has been desəm, yəni has been hansı zaman olur? İndiki bitmiş zaman forması olur. Has been desəm to-dan istifadə etməliyəm. Since isə bir neçə funksiyaya sahibdir cümlədə. Əgər since bəri kimi tərcümə edilirsə, cümləni indiki bitmiş zamanda yazmaq lazımdır. Tərcümədə baxırıq, əgər bəri kimi tərcümə edilirsə, cümləni indiki bitmişdə işlədirik. Məsələn, I have finished my tasks since last month. Mən keçən aydan bəri tapşırıqlarımı bitirmişəm. Deməli, burada since bəri kimi tərcümə edilir. Buna görə də cümləni have finished, yəni indiki bitmiş zamanda yazırıq. Since həm də cümlədə bağlayıcı kimi işlənə bilər. Əgər since cümlədə bağlayıcı kimi işlənirsə, since-dən əvvəl indiki bitmiş zaman yazırıq. Since-dən sonra isə keçmiş sadə zaman yazırıq. Məsələn, I have known him since we were at school. Burada since bağlayıcı funksiyasındadır. Özündən əvvəl indiki bitmiş, yəni have known, özündən sonra isə keçmiş sadə, yəni were istifadə edilibdir. Since-in digər bir mənası isə üçün və görədir. Əgər since bizim dilimizə üçün görə kimi tərcümə edilirsə, yəni nəsə üçün bir şey üçün açıqlama verilirsə, bu zaman
fərq etmir. Yəni istənilən zamandan istifadə etmək mümkündür. Məsələn, since my hair is very long, it is difficult to wash it. Mənim saçım çox uzun olduğu üçün və ya çox uzun olduğuna görə onu yumaq çətindir. Bu cümləni tamamilə dəyişib keçmiş sadə zamanda da işlətmək mümkündür. Məsələn, since my hair was very long, it was difficult to wash it. Yəni əgər since üçün və görə kimi tərcümə edilirsə, burada istənilən zamandan istifadə etmək mümkündür. Since və for hər ikisi indiki bitmiş zamanda işlənir. Sadəcə olaraq ikisi də bir-birindən fərqlidir. Since hər hansı bir hərəkətin və ya hadisənin nə vaxt başladığını göstərir. For isə həmin hərəkətin və ya hadisənin davam etdiyi müddəti göstərir. Yəni nə qədər davam etdiyini göstərir. Deməli, since nə vaxt başladığını göstərir. For nə qədər davam edib də onu göstərir. Məsələn, Helen has lived in America since 2016. Helen Amerikada 2016-dan bəri yaşamışdır. Deməli, burada nə vaxt yaşamağa başlayıbdı? 2016-dan, yəni başlanğıcı göstərir. Lakin Helen has lived in America for 3 years. Helen Amerikada 3 ildir yaşamışdır. Deməli, bu da hərəkətin davam etdiyini, yəni nə qədər yaşayıb da onu göstərir. Əgər cümlə indiki bitmiş zamandadırsa və cümlədə since, for işlənibsə, bu zaman həmin cümlənin zaman zərfliyinə sual verəndə when-lə sual vermək olmaz. How long-dan sual vermək lazımdır. Bir də deyirəm, for və since olan cümlədə cümlənin zaman zərfliyinə sual verəndə how long-dan sual vermək lazımdır. When və ya what time-dan sual vermək olmaz. Səbəb də budur ki, indiki bitmiş zaman forması, eləcə də bütün bitmiş zaman formaları dəqiq zamanlarla işlənə bilmir. Buna görə də when və what time kimi suallardan istifadə eləmək olmaz. Bunun əvəzinə since when və ya how long-dan istifadə eləmək lazımdır. When-lə since when-i qarışdırmırıq. Əgər təkcə when işlənibsə, indiki bitmiş zaman yazmırıq. Lakin yanında since vardısa, yəni since sonra when işlənibsə, bu zaman indiki bitmiş zamandan istifadə etmək mümkündür. Bir də buna diqqət edirik ki, bəzən indiki bitmiş zamanda bir cümlə verilir. Həmin cümləyə when-lə sual verəndə zaman dəyişikliyi eləmək lazımdır. Bu nə deməkdir? I have seen him before. Mən o əvvəl görmüşəm. Burada before-a sual vermək istəyərkən when-dən istifadə eləyiriksə, bu zaman cümlənin zamanını dəyişirik. Yəni, həfsin hansı zamanı idi? İndiki bitmiş idi. Həfsini dəyişib keçmiş sadə ilə əvəz edirik. Yəni, diddən istifadə edirik bu zaman. Bir də ki, keçmiş sadə zamanla indiki bitmiş zamanın zaman zərfliklərini qarışdırmayaq. Keçmiş sadə zamanda last year işlənirsə, indiki bitmiş zamanda since last year işlənir. Keçmiş zamanda yesterday işlənirsə, indiki bitmiş zamanda since yesterday işlənir. Və ya keçmiş sadə zamanda in 1998 işlənirsə, indiki bitmiş zaman formasında since 1998 kimi zamandan istifadə edilir. Yəni, keçmiş sadədə since olmur, qısaca. Amma present perfect, yəni indiki bitmiş zaman formasında since-dən istifadə etmək lazımdır. Yəni, əgər cümlədə last year təkdirsə, bu zaman variant olaraq və ya cümlə olaraq keçmiş sadə zaman yazmaq lazımdır. Lakin, əgər cümlədə last year-ın qabağında since işlənibsə, variant olaraq present perfect seçmək lazımdır. Bir də bayaqki zaman zərfliklərini deyəndə fikir verdinizsə, həmin zaman zərflikləri içərisində once və twice var idi. Və yadınızdadırsa, once-ı twice-ı biz keçmişi indiki sadə zamanda. Necə olacaq? Həm indiki sadədə eynidir, həm də indiki bitmişdə eynidir. Xeyr, eyni deyil əlbəttə ki. Əgər cümlədə once, twice işlənibsə və onlardan sonra year, month, week işlənibsə, bu zaman həmin cümləni indiki sadə zaman formasında yazmaq lazımdır. Yəni, əgər cümlədə once a year, once a month, once a week işlənibsə və ya twice a year, twice a month, twice a week işlənibsə, bu zaman indiki sadədən istifadə edirik. Məsələn, he plays soccer once a week. O həftədə bir dəfə deməli futbol oynayır. Burada once a week işlənibdir. Once-dan sonra a week gəlibdir. Buna görə də plays, yəni indiki sadə zamandan istifadə eləmişik. Əgər cümlədə once və twice tək işlənibsə, yəni once-dan və twice-dan sonra yuxarıda qeyd etdiyim year, month, week bu sözlərin heç biri gəlməyibsə, bu zaman cümləni indiki bitmiş zamanda yazmaq lazımdır. Məsələn, he has finished visit
his grandma once. O nənəsini bir dəfə ziyarət etmişdi. Deməli, burada once işlənibdi. Yanında once, year bu sözlər işlənmədiyinə görə cümləni həzf etmişdi. Yəni, indiki bitmiş zamanda yazmışıq. Bir də ki, once əgər bizim dilimizə bir vaxtlar, bir zamanlar kimi tərcümə edilirsə, həmin cümləni past simple, yəni keçmiş sadə zamanda yazmaq lazımdır. Məsələn, once she was a young and beautiful girl. Bir vaxtlar, bir zamanlar o gənc və gözəl bir qız idi. Deməli, burada once bir vaxtlar kimi tərcümə edildiyinə görə bu zaman onu istifadə edirik cümləmizi keçmiş sadə zaman formasında. Eləcə də once upon a time-ı qarışdırmaq olmaz. Bunu zaten keçmiş sadə zaman zərfliyi olaraq öyrənmişik. Once upon a time günlərin bir günü deməkdir və əgər cümlədə bu işlənibsə, həmin cümləni mütləq keçmiş sadədə yazmaq lazımdır. İndiki bitmiş zamanla keçmiş sadəni məna olaraq necə fərqləndirəcəyik? İndiki bitmiş zaman bitməmiş zaman dilimini göstərir. Məsələn, I have finished my work today. Bugün mən işimi bitirmişəm. Gün bitməyibdi, lakin işim bitibdi. Yəni, zaman hələ bitməyibdi. Keçmiş sadədə isə zaman bitibdi. Məsələn, he finished his work yesterday. O işini dünən bitirdi. Yəni, dünən artıq bitibdi, zaman tamamlanıbdı. İndiki bitmişdə verilən zaman hələ bitməyibdi, lakin keçmiş sadədə zaman artıq bitibdi, tamamlanıbdı. Past perfect isə, yəni keçmiş, bitmiş zaman forması isə keçmişdə baş verib də bitmiş hərəkətləri göstərir. Məsələn, Helen had written essays by yesterday. Helen dünənə qədər esselər yazmışdır. Deməli, burada zaman da bitibdi, hərəkət də bitibdi. Bu zaman formasını düzəltmək üçün had, üstə gəlsin participle to-dan istifadə edirik. Qeyd edim ki, had bütün şəxslərlə eyni olur. Sual formasını düzəltmək üçün had mübtədadan əvvələ keçir. İnkarın düzəltmək üçün isə həddən sonra not inkar hissəciyi artırılır. Bu zamanda işlənən zaman zərflikləri already, never, ever, by yesterday, by last week və s. Bu zamanın işlənməyində when, before, after, by the time iştirak edə bilir. Yəni biz when, before, after, by the time olan cümləyə keçmiş bitmiş zaman forması yaza bilirik. Sadəcə olaraq bu zaman cümlədə uzlaşmaya diqqət etmək lazımdır ki, əgər when, before, by the time, eləcə də after işlənibsə, keçmiş sadə zamanla keçmiş bitmiş zaman uzlaşır. Lakin burada işlənmə yerində fərq vardır. Əgər when, before, by the time işlənibsə, yəni after'dan başqa yerdə qalan bu üçü işlənibsə, bu zaman bunlardan əvvəl keçmiş bitmiş zaman forması gəlir. Bunlardan sonra isə keçmiş sadə zaman forması gəlir. Məsələn, my mom had washed the plates before father came. Burada before işlənibdi. Before'dan əvvəl keçmiş bitmiş, yəni had washed işlənibdi. Before'dan sonra isə keçmiş sadə zaman forması, yəni came gəlibdi. Lakin after bunun tərsidir. Əgər after işlənibsə, birinci keçmiş sadə gəlir, daha sonra keçmiş bitmiş gəlir. Məsələn, he arrived home after his mom had left. Deməli, burada after işlənibdir. Özündən əvvəl arrived, yəni keçmiş sadə zaman, özündən sonra isə had left, yəni keçmiş bitmiş zaman forması işlənibdir. Bir də hardly when, scarcely when və no sooner than. Bunlara diqqət etmək lazımdır. Bunlar kitablarda yenicə təzəcə kimi mənalar verir, lakin ən düzgün tərcüməsi elə ki, dərhal olur. Bu zaman, deməli, keçmiş bitmiş və ya keçmiş sadə zaman uzlaşır. Bu ikisinin ortasında, yəni hardly ilə when-in arasında, scarcely ilə when-in, eləcə də no sooner ilə than-in arasında keçmiş bitmiş yazırıq. Bunlardan sonra, yəni when-dən və than-dən sonra isə keçmiş sadə zaman forması istifadə edirik. Bu zamanı yazarkən mübtəda ilə feilin yeri dəyişir. Yəni, köməkçi feilin yeri dəyişir. Normalda cümlədə birinci mübtəda sonra həd gəlirdisə, bu zaman dəyişəcəkdir. He ilə hədin yeri dəyişəcəkdir. Birinci həd gələcək, daha sonra he gələcəkdir. Baxaq cümləyə. Deməli, hardly had he watched TV when he fell asleep. Deyir ki, elə ki o televizor izlədirdi. Deməli, o yuxladı, yuxuya getdi. Dərhal yuxuya getdi.
Deməli, bu zaman had he yazmışıq. Əgər yerini dəyişib he had yazsaq səhv olacaqdı. Məsələn, no sooner he had. Bu səhvdir. Amma no sooner had he bu düzgündür. Yəni, yer mütləq dəyişilməlidir, qayda belədir. Deməli, öyrənək future perfect, yəni deməli, gələcək bitmiş zaman forması. Gələcək bitmiş zaman forması nə üçün istifadə edilir? Bu zaman forması gələcəkdə nə vaxtsa bitəcək hərəkətləri göstərir. Məsəl üçün, deyirəm ki, sən gələnə qədər mən yeməkləri bişirib qurtarmış olacağam. Yəni, gələcəkdə nə vaxtsa bu hadisə bitəcəkdir. Və yaxud da deyirəm ki, səhərə qədər mən dərslərimi bitirmiş olacağam. Yəni, gələcəkdə, yəni səhərə qədər, gələcəkdə nə vaxtsa bitəcək hərəkətləri göstərir. Məsələn, I will have cooked meals by the time he comes. O gələnə qədər mən yeməkləri bişirmiş olacağam. Deməli, bu zaman uzlaşmaya da diqqət etsək, gələcək bitmiş zaman forması ilə indiki sadə zaman forması da uzlaşır. Deməli, bu zaman formasının düzəlməyi üçün düsturumuz will have və ya shall have üstə gəlsin participle to düsturundan istifadə edirik. Yenə təkrar deyim ki, bütün şəxslərin hamısı ilə will istifadə etmək mümkündür. Sual formasını düzəltmək üçün will əvvəllər keçiririk. İnkarını düzəltmək üçün isə will-dən sonra not inkar hissəciyi artırırıq. Bu zamanda istifadə olunan zaman zərflikləri by this time tomorrow, by tomorrow, by next Monday, by next week, by the end of the year və s. bunlar istifadə edilir. Bir də ki, present perfect continuous, yəni indiki bitmişin davam edicisi necə düzəlir? İndiki bitmiş davam edici zaman forması necə olur? Bu zaman formasını düzəlmək üçün gəlin birinci düsturu öyrənək. Have, has, been, yəni have been və ya has been üstə gəlsin feil, verb, üstə gəlsin ing düsturundan istifadə edilir. Məsələn, I have been studying. Burada have been üstə gəlsin feil, feilin də sonuna ing artırılıbdır. Bu zaman forması nə üçün istifadə edilir? Bu zaman forması keçmişdə baş verib, hələ də davam etməkdə olan hərəkətləri göstərir. Və ya təzə bitibdir, lakin nəticəsi hələ də hiss olunur. Sualı da asan olsun deyə istədim. Nə qədərdir bu işi edirəm? Bu suala cavab verir. Məsələn, I have been studying for 2 hours. Mən 2 saatdır ki, dərs oxuyuram. Yəni, hərəkət hələ də davam edir, lakin keçmişdə başlayıbdır. Yəni, 2 saat əvvəl dərs oxumağa başlamışam, hələ də dərs oxumaqdayam. Yəni, nə qədərdir bu işi edirəm? Sualına cavab verir. Bu zamanda olan zaman zərflikləri for 10 minutes, for a long time, for 2 hours, since 5 o'clock və s.dir. Deməli, past perfect continuous vardır. Bir də bu da deməli keçmiş bitmişin davam edicisidir. Yəni keçmiş bitmiş davam edici zaman formasıdır. Deməli, bu zaman formasını düzəltmək üçün had been üstə gəlsin feil, üstə gəlsin ing düsturundan istifadə edirik və bu zaman forması keçmişdə bir işi uzun müddət davam eləyəndən sonra başqa bir hərəkət olur. Bu nə deməkdir? I had been studying for 2 hours when my friend came. Mənim dostum gələndə mən 2 saat idi ki, dərs oxumuşam. Deməli, oxumaqdaydım, davam eləyirdim hələ də. Deməli, keçmişdə bir şey, dərs oxumaq uzun müddət davam eləyibdir. Bu zamanında zaman zərflikləri for 10 minutes, for a long time, for 2 hours və since 5 o'clockdur. Demək olar ki, indiki bitmişin davam edicisi ilə keçmiş bitmişin davam edicisinin zaman zərflikləri eynidir. Bəs necə fərqləndirmək lazımdır? Burada əsas məsələ uzlaşmaya diqqət eləməkdir. İndiki bitmiş davam edici zaman forması indiki sadə zamandan uzlaşır. Keçmiş bitmiş davam edici zaman forması isə keçmiş sadə zamandan uzlaşır. Məsələn, she has been crying, so her eyes are red. Burada has been, yəni indiki bitmişin davam edicisi has been crying işlənibdir. Digər tərəfdə isə are, yenə indiki sadə zaman işlənibdir. İkinci cümləyə diqqət eləsək, she had been crying before her mom came. Burada isə had been crying, yəni keçmiş bitmişin davam edicisi ilə keçmiş sadə zaman, yəni came uzlaşıbdır. Burada əsas uzlaşmaya diqqət edirik ki, indiki sadə ilə indiki bitmiş davam edici uzlaşır, keçmiş sadə ilə isə keçmiş bitmiş davam edici zaman forması uzlaşmalıdır.